Pasientlər mənə müraciət edir, baxıram ki, düyünləri var, düyünlər şübhəlidir, sual verirəm ki, bu düyünlər biopsiya olunubmu, əkilibmi bu düyünlər? Pasient deyir, xeyr. Deyirəm, niyə? Və baxıram ki, bir neçə ildir həkimlər müayinəsindən keçir, UZI müayinəsindən keçir və o biopsiya bir neçə həkim tərəfindən tövsiyə olunub, amma xəstə yenə də o proseduru keçmir. Sual verirəm ki, niyə keçmirsiniz bu proseduru? Niyə qorx? Deyir, nə bilim doktor, qorxuram. Halbuki biopsiya olunandan sonra 95% halda ki, heç nə yoxdur. Yəni pasiyent boş-boşuna, öz-özünə, psixoloji olaraq o problemi yaşayır illərdir. Hansı ki, əgər o proseduru keçsəydi və o cavabı xoş xəstəlik gəlsəydi, hansı ki, yenə də dediyim kimi 95% halda düyünlərin tərkibi xoş xəstəli olur. Yəni, öncədən təşvişə düşmək, panikaya düşmək lazım deyil ki, məndə əgər mənə biopsiya deyiblərsə, mütləq orada nəsə bir problem var. Xeyr, o demək deyil. Sadəcə, ehtimal olaraq sizin düyünləriniz varsa, həkim sizi o ehtimaldan çıxartmalıdır, o şübhədən çıxartmalıdır. Ondan sonra isə o ehtimal təsdiqlənməyəndən sonra, təsdiqlənəndən sonra ki, o xoş xəstəlidir, biz onu tam rahat şəkildə müalicə edirik elə pasientlər və o düyünləri böyüməyə qoymuruq ki, onlar əməliyyat olmasın.